Salam değerli dostlarımız. Bugünler Binəqə qəsəbəsində, Hövsana gedən yolda, asfalt yolun üstündə, Xəyal adasının tam yaxınlığında sizin üçün 6 sotda şəxsi bir evin çəkilişinə gəlmişik değerli dostlar. Evimizin bu asfalt yolun üzərində də və evin qabağında da həyəti, küçəsi olan evin çəkilişinə gəlmişik değerli dostlar. İnşallah sizdən xahişim videomu sonacan izləyin ki, videonun sonunda qiymət deyiləcək. Gedəyin indi evin həyətindən tanış olalım. Bəli değerli dostlarımız, bu da bizim arxa küçəsidir. Asfalt yoldan 50 metr məsafədə. Çok güzel variantlı dostlar. İnşallah sizdən xahişim videomuzu sonacan izləyin ki, bu evimizi size tam sonacan təqdimatını aparım. Evimiz kürsülü evdir, şəxsi evdir. İşıq sayğacı, qaz sayğacı olan şambomuz da gözdə hazırdır dostlar. Evimizin arka tərəfini sizin üçün göstərəcəm. İlk olarak sizin üçün həyəti tanış edeyim. Evimiz qəşəng kürsülü hündür evdir. Qiymət videomuzun sonunda deyiləcək. Bu hissədə dostlar evin arkasıdır. Bu su çənimizdir. Yani qəşəng pilləkənlə düzəlibdir. Yuxarıdan açıb bağlanma yeridir. Suyumuz buradadır dostlar. Artisan suyudur. Ve burada bizim bəyaqları sizin üçün asfalt yoldan çəkdiyim yerdir dostlar. Gözdə zaborudur. Bu da arxa belə boş torpaqdır. Hamısı bir yerdə 6 sotdadır. Evimiz 6 sotdadır. Evin ətrafına da rahatçılıqla fırlanmaq olur. Mümkün də evimiz torpaq qiymətinə satılır da demək olar ki. Bu da bizim padvalımızdır dostlar. Padvalımız boy verir, hündürdür. Yani pilləkənlə daxil olursunuz. Değerli dostlar, indi daxil olacaq evin içərisindən tanış edəcəm. Bünövrəsi də betondur, kəllərinə kimi atılıb, çolunu katı gözdə taxtalarlandır. Burada isə bizim kombi sistemimizin xəttlərdir. Qaz xəttinə kimi verilibdir bura. Girişdə belə bir koridorumuzdur dostlar. Geniş koridordur həqiqətən də. İşıq xətlərinə kimi baxa bilərsiniz də, yəni kabellərinə. Şəxsi evdir. Çolunu katı da taxtadır bütün. Burada bizim böyle bir ayrı-ayrılıqda ayaq yoldur bu. Bu da hamamımızdır yoxsa? Yox, ayaq yolu budur, hamamımız oldu dostlar. Yəni steşkasına kimi hər bir şey verilibdir. Bu hissəsi də betondur dostlar. Görürsünüz. Çox sağlam evdir. Burada bir otaqdır belə. Amma mətbəx nəzərdə tutulubdur dostlar. Mətbəx. Yəni bütün sistemlər də çəkilibdir. Xəttlər, zadı, hər bir şey. Kombi sistemlərinə kimi çəkilibdir. Evimizin bir şey ki, arı kəsməsi belə cütdaşdı. Arı kəsməsi belə cütdaşdı dostlar. Burada da böyle bir geniş otağımızdır. Burada da yine böyle bir geniş otağımızdır dostlar. Evimiz təcili satılır. 80 bin manata deyilir. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah alanda satanda xeyir versin. Həqiqətən də məsləhətli evdir, gözəl evdir. Sağ olun, var olun.